Salam, hörmətli izləyicilər. Sualımıza gelirik ki, Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illərin sonları xarici siyasəti üçün səciyyəvidir. NATO-nun sülh tərəfdaşlıq proqramına qəbul edilməsi bu 94-cü illədir. Bu sonlarına aid deyil, götürmək olmaz. İlk bələdiyyə seçkiləri xarici siyasətdə deyil, bu daxili siyasətə aiddir. QİAM-ın yaradılması haqqında protokol imzalanması, bunu götürə bilərik, 97-dədir, götürürük. C variantı. Avropa Şurasının 2001-ci ildə qəbul olduğu üçün səhvdir. MDB-yə üzv olması isə 1993 olduğuna görə, deməli, 90-cı illərin birinci yarısına aid olur bunlar. Ona görə də C variantı uyğun cavab sayılır. Digər bir sualda üsyanlara aid olan Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Məclizdəki xürrəmilər və müsafir mərkəzi hakimiyyətə qarşı yönəlmişdir. Hər biri mərkəzi hakimiyyətə qarşı yönəlib. Deməli, məclisdəkilər də müsafir və xürrəmilər hərəkatı da ortaqdır. Axund dövlətinin yardımı ilə yatırılması, deyək ki, bu məclisdəkilər hərəkatına aid olar. Deməli, məclisdəkilər hərəkatına aid götürürük. Beyni birə aid götürdük. Azərbaycanın şimalında başlanması, Azərbaycanın şimalında bunların müsafir üsyanı, şimalında başlayan müsafir üsyanıdır. C bəndi 3-ə aid olar. Çünki Beyləqanda baş vermişdi. İç çıxışların Abbasilər tərəfindən yatırılması, 778-808-ci ildə aid müsafir üsyanı. Bu təbii ki, xürrəmlərlə Abbasilər tərəfindən yatırılması, təbii ki, bu D xürrəmlərə aid olar. Həştəsər döyüşündə qalib gəlməsi isə xürrəmlərə aiddir. Deməli, D-yə düşəcək 2-yə. 2-yə D-yə olan cavabımız burada təbii ki 1-də B, 2-də D-yə, 3-də C, 4-də A. Doğru cavabımız E variantında verilmişdir. Diqqətiniz üçün təşəkkür edirik.